Əsenliklər, bugün İslamın ilk dirəyi olan şəhadət mövzusuna değinəcəm. Halbuki 99% müsəlmanlar gətirdiyi şəhadətin doğru olduğunu sanırlar və gətirdikləri şəhadət Qurana uyğun deyil. Rəbbimiz bizə şəhadəti necə gətirəcəyimizi Ali İmran surəsi 18-ci ayədə öyrədir. Allah şahidlik edər ki, Allahdan başqa ilah yoxdur və ərəbcəsində la ilahə illahu keçir. Mələklər və elm sahibləri də deyir, bu cür şahidlik edərlər, bu cür şəhadət gətirərlər. Demək, biz la ilahə illallah dediyimizdə 37-ci surə 35-ci ayəyə görə onlar nifrətlə qaçırlar. Və bugünkü gün 99% müsəlmanların gətirdiyi şəhadət Münafiqun surəsi 1-ci ayəyə görə onları ikiyüzlü edir. Ayə belədir: qolumu şeytan şərindən Allaha sığınıram. Onlar sənə gəldiklərində sən Allahın elçisisən deyərlər. Allah sənin onun elçisi olduğunu bilir. Siz kimə sübut eləmək istəyirsiniz? Zaten Allah bilir, o onun elçisidir. Və deyir ki, Allah şahidlik edər ki, ikiyüzlülər yalancılardır. Zaten Ali İmran surəsi 144-cü ayəyə görə bilirik ki, Muhammed Nəbi də özündən öncəki elçilər kimi bir elçidən başqası değildi. Ölərsə və öldülərsə, topuqlarınız üzərində geri mi dönəcəksiniz? Topuqları üzərində geri dönən kəslər Allaha zərrə qədər zərər verə bilməzlər. Və elçilərin heç biri arasında fərq qoymayın deyir Rəbbimiz. Bir neçə ayədə Bəqərə 136, Bəqərə 285, Ali İmran 84, Nisa 150-də. Və bu Allahın isminin yanına isim qoyduqda biz Cin surəsi 18-ci ayəni çeynəyirik. Deyir, Allahla yanaşı kimisə çağırmayın. Sonra ən əsas Zümər surəsi 45-ci ayəyə diqqət eləyin. Allah tək başına anıldığı zaman axirətə iman etməyənlərin qəlbləri nifrətlə daralır. Baxın, Allah tək başına anıldığı zaman kimlərin qəlbləri nifrətlə daralır? Axirətə iman etməyənlər. Bu dildə deyirlər ki, axirətə iman eləyirik, sözdə axirətə iman eləyirlər. Ancaq Rəbbimiz Allahın isminin yanında isim ananları axirətə iman etməyənlər deyir. Və ayənin sonu deyir ki, onlar Allahın yanında başqaları anıldığında qəlbləri rahatlayır, qəlbləri tətmin olur. Və digər bir ayəni gətirim, 40-cı surə 11-12-ci ayələrə diqqət eləsəniz, Rəbbimiz oradakı cəhənnəmliklərin vəziyyətini anladır. Onlar deyirlər ki, Rəbbimiz sən bizə 2 həyat verdin, bizi 2 dəfə öldürdün, varmı bir çıxış yolu? Və onları cəhənnəmə salan vəziyyəti anladır. İnşallah ayəni siz oxuyun, 40-cı surə 12-ci ayə. Bunun səbəbi yalnız Allah müdafiə edildiği zaman inkar etməyiniz, fəqət onun yanında başqaları anıldığı zaman iman etməniz idi. Baxın, diqqət edin. La ilahə illallah dediyində, bax, bunun səbəbini göstərir. Siz bunu inkar edirsiniz. Fəqət onun yanında başqaları anıldığında, la ilahə illallah Muhammedən Rəsulullah və ya digər bir məhzəb Əmir əl-Möminə Əliyən Vəliyullah dediyində deyir, iman etməniz idi sizə cəhənnəmə salan səbəb. Buna görə də Tanrının hökmü nəticələnmişdir. O ucalar ucasıdır, böyükdür. Bəs siz şəhadətinizi Qurana uyğun mu gətirirsiniz, yoxsa atalarınızın dinini koru-koruna takip edərək atalarınızdan necə görmüsünüzsə elə mi gətirirsiniz şəhadəti?